Həsən müəllim, xoş gəlmisiniz. Belə deyək də, Azərbaycan ilk baş naziri ilə, diplomatla, Azərbaycan tarixində, müstəqillik tarixində böyük bir izi, əməyi, mührü olan bir insanla üzbəüz, yan-bayan oturmaq sözünə silməsin, mənə böyük bir şərəfdir. Muzeyimiz necə idi? Əlam. Bir nəfər tərəfindən düzəldilmiş, rəsmi qərar olmadan qəhrəmanlıq. Əsas mənim bəyəndiyiniz, maraqlı olan sizə nə gəldi? Yəni, ümumiyyətlə, biraz muzeyimiz qarışıqdır. Keyfiyyət xoşuma gəldi. Yəni, baxmayaraq ki, sən tək başına bunu edirsən və maddi əsasın olmadan da, yəni imkanlardan, keyfiyyət noktayı ancaq yüksək səviyyəli əsərlər. İstər folklor əsərlər, istər qədim əsərlər, istər rəngarlıq əsərləri, hamısı çox yüksək keyfiyyətli, profesional əsərlərdir. Çox vacib. Bu, bizim Azərbaycanın ilk manatıdır. Aha. Yaxında Eldar müəllimin yanında oldu, Mikailzadə. Ha. Burada hətta Eldar müəllimə yazdırdıq bu pulun üzərini. Bu, Azərbaycan pulunun ilk dəfə olaraq da SSR-dən ayrılandan sonra Azərbaycan pulunun, manatının çıxarılmasının üzərinə bu cür düşdünüz. Mən baş naziri idim də. Təbii idi ki, istədiyiz pulumuz olsun. Və Eldar'a dəvət etdim ki, öz baxışlarımı ona söylədim. Bu da çəkdi bunları. Mən deməli, uzun müddət haricdə səfir işlədim. Səfir işləyəndə də məqsədim sözsüz ki, Azərbaycan ideyalarını yaymaq idi. 4 belə medal buraxdırdım. Daha doğrusu 3 belə medal, bir dənə də başqası. Polşanın Xariclər Naziri, Azərbaycan Xariclər Nazirinə bizim müstəqilimizi tanımaq haqqında 19-cu ildə məktub yazmış. O məktub əsasında bu medalı buraxdı. Burada Fətəl xan Xoyskidir, bir də Polşanın Xariclər Naziridir. Burada da Əlimərdan bəy Topçubaşov. Burada Əlimərdan bəy Topçubaşovla Polşanın baş naziri əməkdaşlıq edibdir, onu həsr olunubdur. Bu medal da Azərbaycanla Polşanın diplomatik əlaqələrinin 540 illiyinə həsr olunubdur. Burada deməli Uzun Həsən Ağqoyunlu hakim olanda Polşanın diplomatik nümayəndə heyəti göndəribdir. Bu da Polşanın tarix kitablarında qeyd olunubdur. Onun şərəfinə bu medalı buraxdım. Xatirə medalı kimi. Həsən müəllim, bir daha çox sağ olun bu eksponatlara görə də. Çünki bizim muzeyin stolsuz medallar kolleksiyasına doğrudan da çox böyük bir hədiyyədir. Və hansı ki, bu kolleksiya birbaşa sizin rəhbərliyiniz altında olub və demək o kolleksiya sayılır da 4 eksponat və sizin də bunları bizə şəxsən hədiyyə eləməyimiz bizim üçün böyük bir şərəfdir. Bir daha çox sağ olun gəldiyinizə görə, görüşdüyünüzə görə, vaxtınızı bizə ayırdığınıza görə minnətdaram sizə. Allah sizə möhkəm can sağlığı versin. Sağ olun.